ki, yer torpaq. Peyğəmbər sallallahu aleyhi və səlləm səcdə edəndə alnı və burnu yerə dəyərdi. Aydın. Təbii ki, sən möhrün üzərinə qoyanda möhürdə burun dəyməyəcək də. Möhür ümumiyyətlə səcdə eləmək olmaz. Sual verir ki, Möhür qoyub səcdə eləmək olmaz. yenidən sual verir ki, yer deyəndə torpaq nəzərdə tutursunuz ümumiyyətlə? Tək, yəni yer torpaq olmalıdır, dəyən yer. Yox, torpaq olmalı deyil, yəni düz yer olmalıdır da. Yəni yerin səthi olmalıdır. Torpaq, daş, qum, nə bilim, ot, qar, xalça, dəri, nə olsa da, plastik, plasma, təmiz bir şey. Yəni ayaqlarını hara qoyursansa, yer, namaz qılanda hara qoyursansa, icazəlidir hara qoymaq, həmin yerdə səcdə edirsən. Yəni, baxın, bəzən deyirlər ki, məsələn, xalça eləmək olmaz. Niyə? Deyir, çünki xalça pak deyil. Ya, şimdi mən sana sual verirəm. Bir özün məntiqi işlət də, sən ayaqlarını qoymuşsan xalçanın üstə, alnını deyirsən ki, ancaq mən qoymalıyam daşın üstünə. Yaxşı, səni bu alnın, heç də, əllərin, dizlərin, ayaqların qalıb onda natəmiz yerdə. Yəni, alın, təkcə səcdə alın deyil axı. Səcdə 7 əza üzərindədir. Yəni, kimsə, əlləri, ayaqları göydə, bir dənə alnını yerə vursa səcdə eləmək sayılır o insan. Əlbəttə sayılmır. Səcdə 7 əza üzərində olur. 2 əl, 2 diz qapağı, 2 ayaq və alınla burun bir yerdə. 7 əza. Aydındır? Bu 7 əza səcdə sayılır. Əgər sən bunu yarısını natəmiz yerə qoymuşsansa, alnını təmiz yerə qoymuşsansa, səcdən batildir. Onda deyəsən 7 dənə daş qoyarsan, 7 daşın üzərində səcdə edəsən. Əgər elədirsə, belə elə. Mən deyim ki, halaldırsan, sən doğrudan da belə deyək də, təmiz yerə səcdə edirsən. Yoxsa belə o birisi hamısı, yəni bu şeylər İslam ümmətini parçalamaq üçün ortaya atılıb. Yəni müsəlmanları bölmək üçün, parçalamaq üçün bu şeylər ortaya atılıb və əsrlər boyu müsəlmanları belə parçalayıblar. Bu təfriqədir. Belə şeyləri getmək olmaz. Peyğəmbər sallallahu aleyhi və səlləm heç vaxt namaz qılanda daşdan istifadə eləməyib. Xüsusi bir daş ki, Kərbala torpağından gəlib və ya hər hansı bir daşdan belə yoğurub, belə xəmir kimi düzəldib cibinə qoymuyor ki, mən bununla namaz qılaram. Belə şey olmuyor Peyğəmbər sallallahu vaxtında. Harda imkanı orada da namaz qılır. Hətta inək və qoyun tövləsində belə namaz qılmağa icazə verib. Möhür. Yəni hicrətin hardasa, deyim də, yəni miladın 1400-cü illərində təxmin ortaya, 1400-1500-cü illərdə ortaya çıxıb. Yəni Peyğəmbərimizdən sallallahu aleyhi və səlləmdən 8 əsr sonra möhür ortaya çıxıb.